Salam dostlar hər kəsə. Bugün dekabrın 25-i Milad bayramıdır. Biz də Miladı qeyd edəcəyik bugün. Azərbaycanlı dostlarımız bizə qonaq gələcək. İndi hardasa saat 4-dür. Saat 6-da onlar gələcək. Biz də yavaş-yavaş süfrəni qurmağa başlamışıq. Ümumiyyətlə bayramı qeyd edən hamının bayramını təbrik eləyirəm. Avropada yaşayanda istərsəməz o ab-havaya düşür insan və biz də bura köçəndən artıq qeyd edirik. Baxın, belə gözəl yolkamız var. Çox gözəl alınıb. Çox bəyənirəm. İlk dəfədir bəlkə də bu qədər böyük yolkam var. Və belə işığımız var. Keçən il Milad ərəfəsində çox insan balkonda görürdüm. Buradan görsənir bilmirəm. Bax qonşumuzda da var balkonunda. Burada insanlar hamısı balkondan belə bəzəklər asır. Çox gözəl görsənir. Hələ qaranlıqda ümumiyyətlə gözəl olur. Bir də belə televizorun ətrafını bəzəmişəm. Burada belə Qaradamı ilə Santa Clausumuz var. Süfrəni hələ tam qurmamışam. Yavaş-yavaş belə deyim qururam. Belə bir süfrə bəzəyi almışam. Çox bəyənirəm. Çox gözəldir. Ortasına şam aldım, qoydum. Onu da yandıracağam. Daha sonra belə işığımız var. Bunu bütün belə dekorların üzərindən düzmüşük. Çox gözəl görsənir. Belə. Bu köşəni də içki köşəsi eləyəcəyik. İçkilərin əksəriyyəti soyuducudadır. Və bura yığacağıq. Belə. Biz hardasa bir neçə gün olar ki, səhətdən qayıtmışıq. Ona görə bir qədər bizim üçün qaça-qaçlı oldu. Çünki əslində ördək bişirmək istəyirdik və yadımızdan çıxmışdı ki, məsələn 24-ü marketlər yarı gün işləyir. Biz ona görə çatdırıb ala bilmədik. Ona görə təəssüf ki, ördək eləyə bilmədik. Keçən ördək bişirmişdik, dostlarımız da istəyirdi. Təəssüf ki, alınmadı, başqa bir şey eləyəsi oldu. Yeni ildə də Azərbaycanlı dostlarımızın evinə gedəcəyik. Belə danışmışıq ki, Christmas-ı bizdə qeyd edək. Yeni il isə onlarda. Keçən il özümüz evdə qeyd etmişdik. Bu dəfə isə dostlarımızla belə bir, belə deyim, tədbir eləmək qərarına gəldik. Ümidlərəm maraqlı olacaq. Belə, indi birazdan yavaş-yavaş hazırlıqları yəqin ki, bitirərik. Sizin üçün də süfrəni çəkərəm. Moçi, qonaqları gözləyirsən? Moçi. Bu bizim Moçinin birinci Christmasımızdır. Məstan. Sen de gideyim. Oy, boğdum. Düşme istedim. Öyle bir. Hem öyle değil, hem de şu an şey diyor. Bak, işte ben de işini sonra derler diye. Genelde uzun derler der. Bizden sonra Ama çok bahmelidir. Baydır bütün ben de main konu istiyorum. Mənim üçün şik küt olmalıdır. Bu şey de o ayındır. Elə bir ki, amma çox nazik şeylərdir. Heç bir agresif deyillər. Salih yoldaşına var olacaq, müstədə tamamlanacaq. Çok şey sahipleri o ayın. Her şeyin ısmarlıkta paylaşmalı. Görme bak, görme nasıl istemem. Onlar da modelleri yoldaşlarda devletler paylaşıyor. O da bunu çekenleri görmüyor. Tabii anlatamıyorum. Düşme de ona düşme. Sadece sen düşme. Seçmen de düşme ya. Düzgün gördüler.
görüyorum. Biraz olar sən belə sola gələrsən. Əlindəkini götür. Ben telefonu görüyorum ama düzgünde sadece. Hə, belə götür. Məncə düşmürlər. Bir dənə Səmra yarısı düşürür. Buradan baxanda düşürlər. Dəqiq. Məsələn, Mən düşmürəm. Necə duran Yox, sən də sən birə. düşürsən. Bu Səmra düşmür. Hamı düşür. Dəqiq. Evet. Yani bu oradan Mən çıkmaz. yanmasın. İşığa qoyma olmaz. Biri yanıyor. Hə, bir dəfə biz Salihlə çəkmişdik, ləkə düşür. Karar. O hiç kronkaydı ki bir tane bak. Çəkim deyil ki bu. Niye gözükmüyor? Gel kabuğu çekin. Hə, çəkirdik. Ama biraz. Gel. Ben bir tane best. Kronkası. 10 lira plyonka var. Kronkası bahadır biraz. Mən də istəyərdim amma çəkmək. Saçımda en yakın poz ver. Saçımda en yakın poz ver. Böyle özünü Adil, daha dağıtıp yarısı. Adil. Ya üzün yarısı düşüb. Mən də maşallah bütün ekipdə elə mən düşmüşəm. Mən də yarısı düşmüşəm Adil. Sadece bir tarif şəhət etsin. Özür Ekranda sənsən. Mən güzgüdə elə gördüm axı. Salih bana. Ben ve insan. Kovun Aa biraz abi de var orada. Hiç. Məncə bax belə çəkmək lazımdır. Siz arxada dayanasınız gərək. Bir nəfər qabaqda dursun, belə yuxarıdan çəksin. Gel bize diyelim. Görmüşəm storylərdə. The next day. Microcurrent mode level up. Salih çay içdim, çay soyuyor ha. Benimki soydu yəqin. Salam dostlar. Dünənlərim Christmas'ı bizdə keçirdik. Dostlarımız gəlmişdi. Çox qəşəng keçdi. Əyləndik, oyun oynadıq filan. Çox çəkmədim insanları narahat eləməmək üçün. Sadəcə dünən axşamdan boğazım çox pis ağrıyırdı. İndi düzəlib, amma yenə də çıxartmıram. Boğazımı belə bağlamışam. Dərman filan atdım. İndi yaxşıyam. Bugün heç yer işləmir. Ümumiyyətlə Almaniyada, Avropada ümumiyyətlə belədir. Christmasda 26-sı hər yer bağlı olur. 25-26-sı ümumiyyətlə heç yer işləmir. Bugün belə istirahət günü elan eləmişəm. Dünəndən sonra. Sabah artıq açılacaq hər yer. Bir də yanvarın 1-i belə olacaq. İlk dəfədir deyəsən ümumiyyətlə Christmas həftəsi, Christmas bugün 5-ci gündür. Sabah bürsündə qeyri-iş günüdür. Elə bir 4 gün dalbadal qeyri-iş günü olur. Azərbaycanda biraz öyrəşmişik bayramları birləşdirməyə. Burada belə şeylər olmur. Bağlamalarım var, onları çəkəcəm. Saxlamışam ki, birlikdə açarıq. Daha çox üz baxım məhsullarıdır. Koreyadan sifariş eləmişdim, E-Style'dan. Alınsa onları da çəkəcəm ya bugün ya sabah. Və ayın 31-i dostlarımızın evinə gedəcəyik, yeni ili orada keçirəcəyik. Oradan da sizə görüntülər çəkəcəm. Belə, sabah unpacking eləyəcəm. Yəqin ki, bugün eləmərəm. Artıq hava qaralıb, yəni işıq biraz yaxşı deyil. Sabah unpacking videosu çəkəcəm. Yəni bizim belə bir rəfimiz var, köhnə evdən gətirmişik. Köhnə evdə bunu hamam otağında istifadə edirdik. Bilmirdik bunu necə dəyərləndirək. Axır belə qərara gəldik ki, hələ ki bar kimi istifadə eləyək. İçkiləri filan düzmüşük. Bir də belə şamları düzmüşəm. Düşündük ki, biz bura val alaq. Üst hissəsinə val qoyacağıq, aşağı isə belə deyim, daha doğrusu val aparatı alacağıq. Nə deyirlər ona bilmirəm.
Valların özünü də aşağı belə polkaya qoyaq. Burada çünki val tapmaq Bakıya nisbətən çox asandır. Bakıda bizdə evdə var. Çox bəyənirəm. Evə belə koca abu-hava qatır. Təklifi mən verdim. Salih də bəyəndi təklifi. Çox güman ki, yeni ildə biz artıq bura val olaraq bunu dəyərləndirəcəyik. Məncə evə də çox gözəl abu-hava qatacaq. İndi isə istəyirəm fırçalarımı yuyum. Sorry. Ən çox istifadə elədiyim fırçalar əslində bunlardır. Bunları da istifadə eləmişəm deyə batıbdır. Amma ən çox normalda bunları istifadə edirəm. Tonal fırçam, rumiana istifadə edirəm. Bununla kontur, bununla concealer, digərləri isə göz kölgələri üçün istifadə edirəm. Bunları yuyacağım. Belə bir yumaq üçün vasitəm var. Bunu AliExpress-dən almışdım. Çox gözəldir. Altı belə yapışqandır. Umvalnikə yapışır və qəşəng yumaq olur. İndi bunları yuyacağım. Onsuz da bugün evdəyəm, heç yerə getmirəm. Sabaha qədər də quruyar. Mən qab yuyan dərmanla yuyuram. Bizdəki həm də biodur deyə düşünürəm ki, kimyəvi deyil tərkibi. Ona görə də üst fırçalar üçün yaxşı olar. İndi gedib bunları yuyacağam. Növbəti gündən hər kəsə salamlar. Dünən qeyd eləmişdim ki, bağlamaları bugün açacağam. Gəlin birlikdə başlayaq. Dünən saçlarımı kəsmişəm. Baxın, biraz qısalıbdır. Amma xoşuma gəldi. Nəysə, başlayaq birinci YesStyle'dan. YesStyle'dan belə 2 ədəd üz baxım məhsulu sifariş eləmişəm. Birincisi bu niasinamid serumdur. Belə bir serum almışam. Görürsünüz. Artıq istifadə eləmişəm bir neçə dəfə. Bəyənirəm. Sadəcə qablaşdırması biraz xoşuma gəlmədi. Plasmasdır. Amma ümumi effektini bəyəndim. Məsələn, The Ordinary'nin niasinamid serumu mənim üzümə düşmür. Bir neçə dəfə almışam. Niyəsə üzümü səptirir. Bu kremi də yəqin ki, eşitmiş olarsınız. TikTokda, Instagramda kifayət qədər çox qarşıma çıxırdı. Tərkibi çox qəşəngdir. Ceramid, pantenol, niasinamid, sonra tea tree, leaf water, bir də melaleuca. O bilmirəm nədir. Belə bir kremdir. Bunu da artıq istifadə etmişəm bir neçə dəfə. Çox qəşəng teksturası var. Su kimidir. Üzə heç ağırlıq yaratmır. Çox gözəldir. Ona görə bəyənirəm. Hələ təzə istifadə edirəm. Ona görə çox da belə deyim, rəy bildirə bilmirəm. Amma istifadə etdiyim qədərilə yaxşıdır, bəyənirəm. Əks effektini görməmişəm. Üzümü səptirmədi. Belə deyim, bu baryer gücləndirici kremdir. Belə kremlər üz baryerini necə deyim, qoruyur, bərpa eləyir. Məsələn, retinol istifadə edirsinizsə, retinoldan sonra istifadə edə bilərsiniz. AHA, BH peeling serum istifadə eləmirsinizsə, ondan sonra istifadə edə bilərsiniz ki, belə deyim də, üzdə balansı qorumaq üçün belə bir növ. Belə, bunları sifariş eləmişdim. Daha sonra da başqa məhsulları sifariş eləmişəm YesStyle'dan. Bu daha çox Medicube məhsullarıdır. Sırf Medicube-dən istifadə eləmək üçün. İndi onları da sizə göstərəcəm. Digər bağlamamız budur. Bunu açmamışam. Haradasa bir 5 gündür filan gəlir. Həm başım biraz Christmas-a filan qarışdı, həm də fikirləşdim ki, bəlkə video çəkərəm. Belə bağlamada göndəriblər. Deməli, Medicube-dan belə bir gel almışam. Bunun ölçüsü çox böyükdür, görürsünüz. Səhv eləmirəmsə 300 ml-dir. Bu da pidiarendir. 7 növ peptid var içində. Həm də çox böyükdür. Çünki Medicube-la istifadə edərkən çox tez bitir. Məsələn, məndə olan digər o kapsulalı gel artıq bitmək üzrədir. Ona görə bu böyüyünü almaq qərarına gəldim. Videolarda filan görmüşdüm. Deyirlər ki, uzun müddət gedir. Ona görə aldım. Daha sonra belə bir şey almışam. Bu görək nədir. Bu Medicube-un belə deyim, başlığını örtmək üçündür, qorumaq üçün daha doğrusu. Ona görə almışam. Çünki açıq qalır, tozlanmasın deyə bunu başına keçirmək üçün almışam. Gətirib yoxlayaram. Daha sonra Medicube-un göz kremini almışam. Bu da pidiaren tərkiblidir və 30 ml-dir formada. Bunu aldım. Həm də göz kremi bitirdi artıq. Onu da Bali'dən aldığımı istifadə edirəm və eyni pidiaren serum almışam. Məndə hal-hazırda
Bu kapsulalı olan kremidir. Serumunu, yəqin ki, birinci serumunu istifadə edib bitirəcəm. Daha sonra gələ keçəcəm. Çünki gel çətin ki, bitsin. Belə. Bir də azelik asid krem sifariş eləmişəm bu formada. Düzü bu qədər balaca olacağını bilmirdim. Mən normalda The Ordinary'nin azelik asid kremini istifadə edirəm. Çoxdan da istifadə eləmirəm, amma uzun müddət davamlı istifadə eləmişəm və çox razı idim. Düşündüm ki, bəlkə bu dəfə bunu alım. Bilsəm, yəni The Ordinary alardım. Nəysə, belə. Bir də əlavə olaraq parfum almışdıq. Bunu Salih mənə alıb. Dəqiqə gəlin, açım göstərim. Bu Valentina'nın Born in Rome Yellow Dreams belə bir parfumudur. Bunu uzun müddətli bəyənirdim. Və hələ də açmamışam. Bu hardasa, nə bilim, bir həftədən çoxdur gəlib. Baxın, qablaşdırması bu formadadır. Və bu parfumu alarkən belə bir tester veriblər. Eyni parfumun başqa versiyası, Donna versiyası. Bir də həmçinin belə bir Lancome'dan dodaq boyası qoyublar. Baxın, rəngi də çox gözəldir. Mənim istifadə etdiyim rənglərdəndir və balaca boy olması idealdır çanta üçün. Belə. Sonra isə dünənlərim əslində indirimlər var idi deyə dünən mağazalara baxmağa getmişdim. Bir-iki məhsul almışam, gəlin onları da sizə göstərim. Belə bir ədəd Stradivarius'dan bordo rəngdə kofta almışam. Boynu bu formadadır. Bunu əslində fikirləşdim ki, yeni il günü qonaq gedəcəyik. Onda geyinərəm. Bu da indirimdə idi. 16 avroya düşmüşdü. Bunu aldım. İnanılmaz insan var idi dünənlərim Alexa'da. Mən Alexa'ya getmişdim. İzdiham idi bildiyiniz. Yəni Zara'ya belə girə bilmədim. O qədər adam var idi. Daha sonra eyni rəngli belə bir jaket almışam. Kardigan. Bu da 10 avroya düşmüşdü. İkisini də bəyəndim. Qərarsız qaldım. Sən demə, mənə bordo rəngi çox yaraşırmış. Mən uzun müddətli bordo heç nə almıram. Bir ara alırdım, daha sonra bezdim rəngdən. Ona görə demək olar uzun müddət heç bir paltarım yoxdur bordo rəngdə. Və sonra isə Primark'dan belə bir termal tayt almışam. Bunun ətəyi görürsünüz, biraz belə İspanyol ətəklidir. Bunun qara rəngi məndə vardı. Bilmirəm burada görsənir yoxsa yox. Qəhvəyisinə aldım. Qara rəngini Şotlandiyaya gedərkən geyinmişdim filan. Çox isti saxlayır. İçi bu formada tüklüdür, görürsünüz. Yəni altdan əlavə bir şey geyməyə ehtiyac yoxdur. İnanılmaz rahatdır və inanılmaz isti saxlayır. Ona görə düşündüm ki, qəhvəyi rəngində alım. Uqlarla filan çox gözəl qalır. Ona görə bu rəngini də aldım. Belə, bugün əsə bazar günüdür. Hər yer bağlıdır. Yəqin ki, bugün evdə olacağam. Ona görə əlavə heç nə çəkmirəm. Bir də çox güman ki, yeni il günü vloqa davam eləyəcəm. Bu qədər. Aldıqlarımdan ən çox nəyi bəyəndiniz? Rəylərinizi, fikirlərinizi bildirməyi unutmayın. Hələlik yeni il günü görüşərik. 3 days later. Salam dostlar. Hər kəsin yeni ili mübarək. Biz bugün dostlarımıza gedirik. Kameram yadımdan çıxmışdı. Qayıdıb evə kameramı götürdüm. İndi gedirik ora. Hardasa saat 6-nın yarısıdır. Moçini də götürmüşəm, kürəyimdədir. Gedək çataq, oradan sizin üçün görüntülər çəkəcəm. Artıq 1 saatlik yol gəlirik. Biraz məsafə olaraq bir-birimizdən aralıda qalırıq. Amma çatdıq. Vay vay vay. Burada pişiyor. Bizim yeni il süfrəmiz. Bir də mənim salatım var, onu əlavə edəcəyik. Və bir də aş. Burada yer yoxdur onsuz yeməyə. Gəlin birinci yeyək, yer boşaldaq. Biz nə yeyəcəyik? Nə yeyəcəyik? Görün ki, acam. Nə oynayacaq? Biz kart, domino, şahmat. Molly. Şahmat ən yaxşı şarabla gedir. Bizim ev yiyələri. Əla. Hamı Christmas kostyumlarını giyinib deyə. Christmas yox, yeni il. Bu da mən.
Bəh. Aa çok güzel. Peki. Adım da. Wow. Bir de durmam. Çok sağ olun ki geldiniz. Ha? Adım çok. Ha, ben fikirləşdim ki, yerə daşımadım. İnsan bir şey necə verə bilər arkadaşlar? Bir de Kildi ne olmuştu? kil de onlarla idi. Ha, kilden sonra dediler. Aa, tabii. Səsi gördün? Burada belə bir dənə qız var. Xoş gəlir kamerada. Benim bile çırasa verirsen. Burnunu soxub kameraya. Ama ben işlərlə oynayırsan. Bəh, aşımıza baxın. Yemiş bir şeyleri. Yəni əməli yağ vurmusan deyəsən. Bence yağlı şey değil. Skop da şeydir, dağıla bilər. Belki altta o şeyi gəl. Nəyisə burada götürməyə bir şey gətirərsiniz. Sen orange dökeceksin üstüne. Bunun üstüne hele orange dökeceksin yoksa yok. Yok. Ha hele budur. Ha, Ha okeydim. Üstünə tökə bilərəm. Bu da bizim balıq toxumuş. Şey o sen gösterdiğim soruları. Hadi gel. O kesin şey olur. O benim tekstisi buna. Geldin mi? Kedi yiyor. Sonra da kedi yiyor elindeki kadının pitbull'u. Teyze falan filan. Ama onlar ya Allah'ım diyensiz kullanır diyor. Bak diyeyim zıplayayım mı? Kedi hiç yükünü değil ha. Mama evet. Alles klar, zeig mal ein paar schöne Yoga-Outfits. Gelin. Hadi gel. Hadi bakalım yapıyor. Bakalım ne var? Abi ne gitti? Happy New Year. Ben sanıyorum. Dilek tutmalıyım. Dilek tutsam bunun sonuna kadar. Ha? Ya, sen çık. Sizi bilir mi? Çok şey yok. Ya içəri eləmə, çölə dur. Elif gel ben bir evde baktım sana. Hadi koy bir. Aa, yanır. Ya, Gömüz də eləyək. Al. Dayan bu tərəfini, hə? Bu tarafta. Necə yandır? Azacaq qalka. Yok. Aa, ne geçenci. Video çək. Aa, bu hepsi şunu yazdık da şeydi. O birinden de be. Ne geçenciymiş bu.
Əslində burada əylənirdik və ağlımıza da gəlməzdi ki, əslində heyvanlar atəş açanda bu qədər qorxa bilər. Pişiklərimiz çox qorxmuşdu, hərəsi bir tərəfə gizlənmişdi. Yəni onları görəndən sonra çox pis olduq və artıq bizə atəş açanlıq zövq verməməyə başladı. Bir qədər keyfimiz pozuldu. Ancaq edə biləcəyimiz təəssüf ki, heç bir şey yox idi. Bu qədər vloqumuz burada sonlanır. Ümid edirəm bəyəndiniz. Bəyəndinizsə videonu like edib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.